Çoxu deyir ki, qumda heç nə bitmir. Heç nə bitiz demək olmur. İndi mən qumda nə yetişdirdiklərimi sizə göstərmək istəyirəm. Baxaq. Baxaq. Həmişə yaşıllar. Tumdan bitirdiyim şam ağacı, irislər. Bura nərgizlərin yeridir. Nərgizlər solub, indi geranlardır. Burada çoban yastığıdır, qızıl güllərdir, qazanyadır, irislərdir, yuqqamdır, qızıl güllərimdir, çoban yastığımdır, irisdir, agavadır, kannadır. Orada çoban yastığı var, qızıl gül, rozmarin, burada da var. Rozmarin, xrizantemalar, osteospermum var, geran əkmişəm. Sonra burada zeferantes var. Zəfəran yox ha, zeferantes. Agava bu heç bunu görürsünüz. Çoban yastığım, sonra Washingtonia, Leylander, Aleander. Biri deyir ki, qumda ağac bitmir. Əzizlərim, bitir. Niyə bitmir ki? De? Zeytun ağacı. Bunu Nivaki üsulu ilə buduyuram. Yəni baba bir mərhələ, 2, 3, yuxarıda bir 4-cü mərhələ var və orada var. Və baxın üstündə nə qədər çiçəyi var. Budanan hissəsində də var, orada da var. Sonra burada qızıl güldür, yenə Washingtoniyadır. Ora şey əkmişəm, cərcin əkmişəm. De baba burada gördüyünüz fevqadır, bitir. Üstündə çiçəkləri də bu açmağa hazırlaşır. Rozmarindir, bunu artırıram və buradadır. Biri buradadır, 3 dənəsi buradadır. Tumdan bitən üzüm yetişdirmişəm. Yolkadır, xrizantemadır. Bu da tumdan bitən yolkadır. Sonra ağac bitmir deyənlər, məhsul vermir deyənlər. Alça ağacım. Üstündə meyvəsi, üstündə meyvəsi, yuxarılara qalxmayım, yuxarılarda da var. Kim ki deyir bitmir, bitir əzizdən, bitir. Sadəcə olaraq çətindir qulluq eləmək. Dibi daima mulça olur, dibi daima apilka olur. Tökürəm, sən bax burada çələyin içində göstərə bilərəm ki, bax burada ağac yonqarı, apilkalar tökürəm. Sonra gedək o tərəfə qarağatları sizə göstərim. Yıxılmışdım az qala. Qarağat qumda qəşəng bitir. Üstü də doludur. Baxın. Artıq yetişənlər də var. Bura mənim qarağat əkdiyim hissədir. Dibinə ağac yonqarı tökmüşəm və peyin əlavə eləmişəm. Niyə? Çünki ağac yonqarı torpaqdan azotu çəkir. Çoxu qorxur ağac yonqarını istifadə eləməyə, apilkanı istifadə eləməyə. Amma məni bu heç vaxt qorxutmayıb, çünki qaydasını bilirəm. Ağac yonqarını istifadə eləmək istəyirsinizsə, torpağın azotunu çəkir deyə, amma o qısa müddətli də. Sonra təzədən çürüdükcə azotu verir geri. Onun üstünə peyin suyu və yaxud da peyin və yaxud da ki, azotun özünü əlavə eləyirsiniz. Burada da bu gördüyünüz də şeylərdir, üzümdür. O tərəfdə əriyim var, əriy ağacımdır. Belə, sonra nəyə göstərim? Arxada innabım var, ora getmək istəmirəm. Bayaqdan iş görürəm, yorulmuşam. Deməli, nə demək istəyirəm? Qumda bitir. Mən bura gələndə, mən buranı 2006-da buranı alanda yandakı evdə bir mühafizəçi var idi. Biz gəlirdik, ağac əkirdik, dayımdan deyirdi, əkmə, onsuz da bitmir. Əkmə, onsuz da bitmir. Boş şeydir, özünü yorursan. Xeyr, boş şeydir. Baxın. Sadəcə olaraq çətindir, bəli. Siz də heç kimin sözünə qulaq asmayın. Həyətiniz qumdursa, heç kimin sözünə qulaq asmayın. Mənim, bir başqasının, digərinin, özünüz cəhd eləyin. Özünüz sınaqdan keçirdin. Əkməkdən qorxmayın. Əkin, ağaclarınızı əkin. Həmişə yaşıl əkin, sonra meyvə ağacları əkin ki, bağınız boş görsənməsin qışda.
Mən bura qum deyəndə həyətim qumdur, torpaq əlavə eləməmişəm. Əlavə elədiklərimi göstərdim, dəfələrcə də göstərmişəm. Ağac yonqarı, apilka əlavə eləyirəm. Sonra qazon əlavə eləyirəm, saman əlavə eləyirəm. Apilka tökəndə üstünə peyin əlavə eləyirəm və elə torpağın strukturunu dəyişirəm. Payızda kalium, fosfor verirəm. Sonra yazda azot verirəm. Məsəl üçün bayaqları bu feyxua ağacının çiçəkləridir bu və açmağa hazırlaşır. Çiçəkləri tutsun deyə onun üzərinə bordo yox ha, bor vurdum. 5 millisini 10 litr suya qatıb indi kökünə verdim. Keçən səfər üstünə vurmuşdum və çiçəyi açandan sonra, ləçəkləri töküləndən sonra bir də üstünə vuracağım. Bor nə edir? Bor ağacın çiçəyinin erkək buynuzcuq və dişi borucuğunu yaxşı inkişaf elətdirir. Yaxşı inkişaf etmiş borucuqla buynuzcuq da mayalanırlar və meyvə verirlər. Sonra kalsium verirəm. Peyin suyu verirəm əsasən. Peyinin özünü yox, peyin suyunu verirəm. Alaq otlarını göstərmişəm sizə dəfələrcə. Həyətimdə bir çəllək var. Onun içinə töküb, orada bir həftə saxlayıb verirəm bitkilərimə. Yəni sözümün canı nədir? Qumda heç nə bitmir deyənlər. Bitir. Əziyyətlidir. Çətindir. Dibini mulçalayın və həyətinizi qəti şəkildə sıfır otlardan təmizləməyin. Nə qədər çox günəş torpaqla təmasda olursa, torpağı bir o qədər çox qurudur və torpaqdakı bitkilərin suya olan tələbatı artır. İndi ola bilsin kimsə yazacaq ki, niyə təmizləmirsən? Niyə belləmirsən? Həyətin nədir, nə gündədir? Niyə alaq basıb? Alaq basmayıb. Ot biçənlə hamısını təmizləyirəm. Ot biçənlə təmizləyirəm, belləmirəm. Kökündən də çıxartmıram, çünki qumdur. Külək sovurur. Sağdan sola, soldan sağa, yuxarıdan aşağı və tərsinə. Belə, demək istədiklərim bunlar idi. Heç kimin sözünə qulaq asmayın, kimliyindən asılı olmayaraq. Ağacınızı əkin, qulluq eləyin və ağacınızdan, həyətinizdən, güllərinizdən həzz alın.